Tovuzda nəfəs alan bir şəhirdəyik. Tovuzdayıq əziz tamaşaçılar. CBC Sportun efirində Misli Premyer Liqasının 34-cü turun oyunu. Bu şəhərin təmsilçisi Turan Tovuz Neftçini qəbul edir. Heyətlərin vaxtıdır əziz tamaşaçılar. Turan Tovuzdan başlayaq. Meydan sahibləri qapıda 41 nömrəli futbolçu Sergey Samok var. 19 Orxan Əliyev, 17 Rəhim Sadıqov, 88 Faiq Hacıyev, 7 İsmail Zülfüqarlı, 9 köməkçiləri Eyüp İbrahimovla Teymur Teymurovdur. 4-cü hakim funksiyasını isə Kamran bəy Rəhimov yerinə yetirəcək. Mingəçevir şəhərini təmsil edir oyunun baş hakimi və onun startını eşitdik. Neftçinin topa ilk toxunuşu Emin Mahmudov geri oynayır. Kəpəzi Premyer Liqada saxlamağı bacardı. Neftçi əks hücuma gedir. Basalo Sambo. Qayda pozuntusu. Epizoda çox yaxın idi Rəşad Əhmədov. Əminliklə cərimə zərbəsi təyin edir. Bu da epizodun təkrarı. Cristian da Silva. Emin. Birbaşa qapıya və hesab açılır. Emin Mahmudov düz ünvana göndərdi. Tovuzda hesab açılır qarşılaşmanın. Baxaq qolun təkrarına. Emin Mahmudov hesab açır. Topu sanki iğnə dəliyindən keçirdi. Düz 9'luğa göndərdi Emin. Turan Tovuz Neftçi görüşündə Neftçinin 1-0 hesablı üstünlüyü var. Cristian da Silva ötürmə cərimə meydançasına. Burada Rıza yumruqluyur, qaydan top, zərbə Orxandan və hesab bərabərləşir. Cristian da Silva'nın ötürməsi. Rıza yumruqluyur, qaydan topa Orxanın zərbəsi. Sambo, Filip Ozobic'in hərəkət istiqamətinə, Ozobic çevirdi, Dembo Darbo və 2-1. Neftçi ikinci qolu vurur. Dembo Darbo bu dəqiqəyə qədər heç nəyə yadda qalmayıb demişdik amma ilk fürsətində Turan'ı məyus edir Dembo Darbo. Dembo Darbo'nun 4-cü qoludur. Səbbayla oyunda dubl etmişdi. Şamaxı ilə maçda da fərqlənməyə müvəffəq olmuşdu Dembo Darbo. Mövsümdə 4-cü qolunu vurur Tovuzda. Burada Kaun Martins ona mane olmağa çalışırdı. Filip Ozobic'in ötürməsini xüsusilə mən burada vurğulamaq istərdim. Əla gördü Dembo Darbonu. Neftçi futbolçular tələsmirlər cərimə zərbəsini yerinə yetirməyə. Və Rəşad Əhmədov birinci hissəni bitirdi. Cərimə zərbəsini yerinə yetirməyə heç ehtiyac yoxdur da deyir. Komandaları fasiləyə yollayır. Biz də fasiləyə gedirik. İkinci hissəyə Turan başlayacaq. Əvəz etmə yoxdur heç bir komandanın heyətində. Dembo Darbo, Neftçidən təhlükəli hücum, sağ cinahdan ötürmə, Filip Ozobic. İlk cəhdə zərbə alınmadı burada, Samok qayda komandasını qoldan xilas edir. Oyundan kənar vəziyyət. Rodrik Miller. Qayıtdı, zədəsini sağaldıb, o 4 dəfə bu mövsüm fərqlənməyə müvəffəq olur. Yorulublar, əvvəlki kimi pressing etmək gücü qalmayıb. İndi uzun ötürmə irəli. Basalo Sambo, Neftçi 3-cü qolu vura bilər. Basalo Sambo və son anda qapçı. Təkrara baxaq. Bucağı bağladı Faiq. Oyunu bitirəcək Rəşad Əhmədov. Bunu dediyim anda final fili səsləndirir. Tovuz şəhər stadionunda Turan Neftçi görüşündə birinci hissədə vurulan 3 qol 50-ci oldu. Sağ olun, sağlam olun, əsası odur.